Trendlər. Mən ingilis dili üzrə Fidan müəllim. Bu gün sizlərlə 11-ci sinif buraxılış sınavının qrammatika bölməsini sizlərə izah edəcəm. Gəlin birlikdə başlayaq. 13-cü sualda qeyd edir ki, choose the line of countable nouns. Yəni bizdən sayılan isimlər olan cərgəni seçməyimizi tələb edir. Gəlin onda bunu biz qeyd edək ki, variantlarını da seçəndə bizim üçün daha rahat olsun. Testə keçmədən öncə biz xatırlamalıyıq ki, ingilis dilində həm sayılan, həm də sayılmayan isimlər vardır. Countable noun və uncountable noun. Bəs bunların xarakterik xüsusiyyətləri nədir? Biz bilməliyik ki, əgər sayılan isimdən danışırıqsa, onun qarşısında an article işlənə bilər, rəqəm ədəd verə bilərik və yaxud da sonuna s və yaxud da es cəm şəkilçisi əlavə edilə bilər. Məsəl üçün, biz deyə bilərik ki, gəlin biz bunu böyüdək. Biz deyə bilərik ki, e-book və yaxud da qeyd edə bilərik ki, two books. Amma countable-a daxil olan bu qaydaların heç biri uncountable-a daxil deyil. Yəni, məsəl üçün, biz bir dənə sayılmayan isim götürək, water. Biz onun qarşısına an işlədə bilmirik, rəqəm ədəd verə bilmirik və cəmləndirə bilmirik. Və həmçinin də bir məqamda çatdırmaq istərdim ki, ümumiyyətlə ingilis dilində gözlə görünməyən mücərrəd isimlər sayılmayan olaraq götürülür. Amma bir sıra isimlər vardır ki, onlar sayılır. Məsəl üçün, mən deyə bilərəm idea, problem, impression, bunları daxil edə bilərik. İndi gəlin varianta diqqətlə baxaq. Burada qeyd edir ki, A variantında progress, error and problem. Problem çıxmaq şərti ilə qalanları sayılmayan olduğuna görə biz A variantını götürə bilmirik. B-də love, happiness, sunlight hər biri sayılmayan isimdir. B variantında çıxırıq. C variantında permission, rice, sport bunlar da sayılmayandır. D variantında language, knowledge, salt bunlar da sayılmayandır. Amma Y variantına diqqətlə baxsaq, chair, idea and cloth sayılan isim olaraq biz götürürük. Ona görə bizim doğru cavabımız Y variantıdır. Keçək 14-cü suala. 14-də qeyd edir ki, choose the correct, düzgün olan, sayılmayan, uncountable nounları bizdən istəyir. İndi gəlin cümlələri diqqətlə baxaq. A-da qeyd edir ki, I bought 2 breads from baker. Burada ismə diqqət edək. Bread cəmlənibdir. Qarşısına rəqəm ədəd işlənibdir. Biz indi diqqət etməliyik ki, bread sayılan isimdir, yoxsa sayılmayan. Bizə deyir ki, çörək sayılmayan olduğuna görə A variantını götürə bilmirik. B-də yenə ismə fokuslanırıq. Information. Burada biz indi bilməliyik ki, information sayılan isimdir, yoxsa sayılmayan. Sayılmayan olduğuna görə biz onun qarşısına an article verə bilmirik. B variantı da getdi. Burada diqqət etsək C variantında advice. Burada advice necə isimdir? Sayılmayandır. Qarşısına heç bir an article işlənməyibdir, cəmlənməyibdir, doğru formada verilibdir. Doğru cavab C-dir. D-də burada diqqətlə baxsaq ismə countries, yəni country sayılan isimdir. Burada heç bir problem yoxdur. Burada diqqət etsək Y variantında baggage sayılmayan isimdir, amma cəmlənibdir. Deməli, yanlışdır. Doğru cavab bizim C variantı oldu. 15-ə diqqət edək. 15-ə qeyd edir ki, choose the correct option, yəni doğru olanı biz seçməliyik. Ona görə gəlin birlikdə qeyd edək bunu. Biz indi birinci bilməliyik ki, verilən tapşırıqda coffee sayılan isimdir, yoxsa sayılmayan. Yadımıza saxlayaq ki, coffee uncountable noundur. Ona görə qarşısında an article, rəqəm ədəd və yaxud da cəmləndirə biz bilmirik. Ona görə variantlara diqqətlə baxsaq, burada biz 2-ni çıxarıq. 2-ni çıxsaq, A variantını biz çıxırıq, C variantını çıxırıq və E variantını çıxırıq. 4 də yanlışdır, article işlənibdir. Ona görə 4-ü çıxanda qalır 1, 3. Amma diqqət edək ki, niyə 1, 3 doğrudur?
Burada baxırıq ki, a cup of coffee və numerativ sözlərdən, ifadələrdən istifadə edibdir. Buradakı və sual versək ki, axı article işlənib. Yadımızda saxlayaq ki, buradakı article of-dan əvvələ aiddir, yəni cup-a aiddir. Buna görə doğrudur. 3 də some coffee. Ümumiyyətlə some'ın işlənməsini bilməliyik ki, some özündən sonra sayılmayan isim və sayılan isimlə işləndiyinə görə biz 1 və 3-ü götürürük. Doğru cavab B variantıdır. 16-ya diqqət edək. 16-da choose sentence with the correct form of possessive case of nouns. Yəni bizdən doğru formada verilən ismin yəlik halını tələb edir. Və biz bilməliyik ki, ismin yəlik halı hansı formada düzəlir. Əgər bura diqqətlə baxsaq, ismin yəlik halı ya apostrof s ilə və yaxud da s apostrofla düzəlir. Bəs bunların bir-birindən fərqi nədir? Biz deyirik ki, əgər bizim ismimiz, məsəl üçün deyirəm student, təkdədirsə apostrof s verirəm. Yox. Əgər mənim ismim cəmdədirsə, məsəl üçün students cəmdir, ona görə sadəcə apostrof, yəni s apostrof formasında. Bunlardan sonra da isim gəlir istənilən formada. Tələbənin kitabı, tələbələrin kitabları biz deyirik. İkinci məqamda bir şey çatdırmaq istərdim ki, bunlardan sonra gələn xəbəri apostrofdan sonraki ismə görə baxır. Yəni book'a görə. Bookdursa deməli tək olacaq is. Yox, baxırıq burada booksdur. Burada ar olacaq. Ona görə də xəbərlərə də diqqət etmək lazımdır. Testimizə diqqət etsək, A variantında baxırıq ki, company apostrof s verib profits. Burada heç bir problem yoxdur. Apostrof s verilibdir, profitdir. Xəbər də keçmiş zamandadır. Hər ki, burada heç bir uyğunsuzluq yoxdur. B variantına diqqət edək. Teachers apostrof s verilibdir, feedbacks. Biz nə dedik? Xəbəri apostrofdan sonraki ismə görə baxırıq. Cəmdir, amma burada was verilibdir, were olmalıydı. B variantına çıxırıq. C-də ümumiyyətlə heç bir ismin yəlik halından danışmayıbdır. C variantında biz götürmürük. D variantında apostrof s verilibdir, the family tradition. Yəni tradition'a baxırıq. Were veribdir, yanlışdır, was olmalıydı. Y variantında ismin yəlik halına bəhs etmədiyinə görə biz bunu götürə bilmirik. Doğru cavab A variantıdır. Əgər başqa suallarınız olarsa, zəhmət olmasa şərhlərdə qeyd edin.